Sevi müzakirə qoyur, Allah yoxdur deyə Azərbaycanda oturur və müsəlmanlara qoyun kimi baxır da, yəni inanırsansa qoyunsan. İnanmaya bilərsən, mənim də inancım yoxdur, amma heç kəsin dininə, əqidəsinə lağ etmirəm ya da qoyun demirəm, özləri bilərlər. Liboy əqidəyə qarışana hətta söylər. İnanclar şəxsi, individualdır. Heç kəs qarışa bilməz. Yəqin bunun ailəsində bir nəfər var ki, Allaha inanır. Əgər bunun ailəsində Allaha inanan varsa, uşağı olanda Allah sağlam uşaq mənə qismət elə deyən varsa, birinci mən onları sikim. O qadınları sikim. Onun ailəsində olan o qadınları ki, nə vaxtsa Allaha inanır ya Allahdan nəsə istəyirsə, fərq eləmir. Anası, nənəsi, yəqin ki də anası, nənəsi hər halda bunun duraki çıxmır da, indiyə qədər bir dəfə zikr eləyir. Bunun nənəsi əgər zikr eləyibsə, zikr elədiyi qədər bunun anasını sikim mən bu seviyin. Əgər nənəsi zikr eləyibsə. Birinci bütün nəslivi bizə subut elə ki, hamısı ateistdir. İçində bir dənə müsəlman varsa, bütün nəslivi sikim onda sənin. Sonra insanları ateizmə çək. İkinci növbədə. Əgər İslam da yoxdursa, Azərbaycanın bütün şəhidləri leş sayılır buna görə. Əgər Qurana inananlar da qoyundursa, başda İlham Əliyev qoyundur ki, prezident seçiləndə Qurana əl basır, and içir ki, belə-belə edəcəm, belə-belə edəcəm. İkinci növbədə, İlham Şuşaya gedəndə birinci Şuşa məscidini edir. Əgər məscid etməkdə qoyunluqdursa, birinci növbədə İlhamdır qoyun ki, çünki məscidə gedən ən birinci başda prezidentin gedir, sonra onun vətəndaşları onun yolunu davam eləyir. Seviyə öyrədirəm. Sevi və Sevin timsalında olan hər kəsin var yoxun sikin. İstədiyiniz dində ola bilərsiniz. Amma heç bir dini alçalda bilməzsiniz. Mən də heç bir dində deyiləm. Amma heç bir dini müzakirəyə qoymuram. Sənin payva bundan sonra Sevi ciddi siyasi mövzuları